Hörmətli izləyicilərimiz, kombi istifadə edənlərin verdiyi ən çox suallardan biri də odur ki, necə edə bilərəm ki, sərfiyyatımı minimuma yendirim? Mənim kombim çox yazır, bunu necə edim ki, az yazsın? İlk olaraq kombi sisteminin çəkilişi bu işdə çox böyük rol oynayır. Qaz sərfiyyatının minimum, maksimum edən faktorlardan biri də kombi sisteminin çəkilişidir. Sistem düzgün çəkilməlidir və kombiyə qaz reduktoru qoyulmalıdır və reduktoru qoyulduqdan sonra reduktorun özündən tənzimlənmə həyata keçirilməlidir. Bu birinci və ikinci şərtlərimiz. Və böyük kvadrat evlərdən yana mütləq şəkildə əgər qaz sərfiyyatı istəyirsinizsə, mütləq yoğuşmalı kombidən istifadə etməlisiniz. Yoğuşmalı kombidə qaz sərfiyyatınızı ən az 30-40% minimuma yendirir. Ay, mən gəlim radiatorlarınızı yuyum, kombinizin sərfiyyatı aşağı düşəcək. Ay, mən gəlim kombini yuyum, təmizləyim, qaz sərfiyyatı aşağı düşəcək. Tamamilə yəni boş-boş söhbətlərdən biridir. Yəni 10 kombidə də olmasa, yəni radiatorları da birində olar yəni. Bu da minimum, yəni 10% fərq eləyir.